Bugün bürclər üçün adi bir gün deyil. Bugün bəzi bürclər üçün gözlənilməz hadisələr, bəziləri üçün isə vacib xəbərdarlıqlar ön plana çıxır. Xüsusilə bir neçə bürc atacağı addımlara çox diqqət etməlidir. Əgər bugün sizi nələrin gözlədiyini əvvəlcədən bilmək istəyirsinizsə, videonu sona qədər izləyin. Şərhə öz bürcünüzü yazın, günün şanslı rəqəmini və günün uğurlu rəngini deyək. İndi isə bürclərə keçək. Qoç. Son vaxtlar özünü itmiş hiss edən və nəyə diqqət yetirməli olduğunu bilməyən qoçları xoş xəbərlər gözləyir. Məqsəd və prioritetləri müəyyənləşdirmək mümkün olacaq. Bir çox məqam aydınlaşacaq. Hətta köhnə bir planı həyata keçirmək imkanı da yarana bilər və bu işdə sizdən belə gözləmədiyiniz insanlar kömək göstərə bilərlər. İşdə uğur qazanmaq günün birinci yarısında öz ideyalarının reallaşdırılmasına fokuslananlar üçün daha asan olacaq. Yalnız bundan sonra başqalarının tapşırıqlarına keçmək məsləhətdir. Əgər şərait buna imkan vermirsə, düşünün ki, gündəlik, rutin işləri kiməsə həvalə edib, daha çox yaradıcılıq tələb edən tapşırıqlara vaxt ayırasınız. Buğa. İşdə müəyyən çətinliklər istisna deyil. Gün xüsusilə rəhbər mövqedə olan buğalar üçün mürəkkəb ola bilər. Çünki tabeliyində olanlar hər zaman onlardan gözləniləni etməyə hazır olmayacaqlar. Belə insanları maraqlandırmaq və ya motivasiya etmək üçün əlavə səy göstərmək lazım gələcək. Tək başına çalışan, kiməsə rəhbərlik etməyən buğalar üçün isə vəziyyət daha asan olacaq və tezliklə həyata keçirilə biləcək yaxşı ideyalar ortaya çıxa bilər. İş yerinin dəyişdirilməsi və ya uzun müddətli əməkdaşlıqla bağlı danışıqlarda irəliləyiş mümkündür. Son vaxtlar tutduğu mövqeyə şübhə edən buğalar özlərini daha inamlı və sərbəst hiss edəcəklər. Bu, ətrafdakılara da aydın görünəcək və bir çoxları onları öz komandasında görmək istəyəcək. Əkizlər. Vacib bir planınız varsa, israrlı olmağa hazır olun. Çətin ki, bugün hər şey öz-özünə istədiyiniz kimi alınsın. Məqsədə çatmaq üçün səy göstərməli olacaqsınız. İlk uğursuzluqdan sonra geri çəkilməyən əkizlər ən cəsarətli planlarını belə reallaşdıra biləcəklər. Əvvəlcə tək başına hərəkət etməli olacaqsınız. Biraz sonra isə baxışları sizinkinə yaxın olan insanlar kömək təklif edəcəklər. Xüsusilə diqqət və dəqiqlik tələb edən işlər çətin gedə bilər. Əgər vacib sənədlərlə işləməyi planlaşdırırsınızsa, hər şeyi bir neçə dəfə yoxlamaq üçün özünüzə kifayət qədər vaxt ayırın. Xərçəng. Günün gedişində müxtəlif insanlarla çox şey müzakirə etməli olacaqsınız və hər kəslə tez dil tapmaq mümkün olmayacaq. Xüsusilə həssas xərçənglər üçün günün birinci yarısı çətin keçə bilər. Çünki bu vaxt bir neçə tənqidi fikir eşitmək lazım gələcək. Bununla yanaşı, dərhal anlaşacağınız insanlar da olacaq və onlarla ünsiyyət əhvalınızı qaldıracaq, maraqlı ideyalar verəcək. İş məsələlərinin müzakirəsi gərgin keçə bilər. Əvvəlcə argumentləriniz qarşı tərəfə inandırıcı görünməsə də, bir qədər sonra haqlı olduğunuz hamıya aydın olacaq. Günün sonuna yaxın, əvvəllər ideyalarınıza şübhə ilə yanaşanlar belə onları həyata keçirməkdə kömək təklif edə bilərlər. Şir. Bu, çox işi bir anda görməli olduğunuz və boş oturmağa vaxt qalmayan günlərdəndir. Bir neçə çətin məsələni paralel həll etmək lazım gələ bilər və bu işdə sizə az adam kömək edə biləcək. Ancaq maneələrlə qarşılaşsanız da geri çəkilməyəcəksiniz və istədiyiniz nəticəyə çatacaqsınız. Ətrafdakıların reaksiyasına diqqət yetirin. Paxıllığını gizlədə bilməyən insanlar sonradan sizə mane olmağa çalışa bilərlər. Günün başlanğıcı çətin keçəcək, ancaq zamanla müsbət təsirlər güclənəcək. Təhsil alanında uğurlar, məlumat toplamaq, faktları yoxlamaq və müxtəlif variantları müqayisə etmək tələb edən işlərdə irəliləyiş mümkündür. Maliyyə məsələlərini isə yalnız soyuqqanlı və məntiqli qərar verdiyiniz halda həll etmək olar. Qız. Günün birinci yarısında tələsməməyə çalışın. Bu vaxt xüsusilə ehtiyatlı olmaq lazımdır. Əsasən də vacib planları olan qızlar üçün. Sizi öz məqsədləri üçün istifadə edən insanlara güvənərək ciddi səhv etmək riski var. Hətta hamıya məlum görünən məsələlərə belə tənqidi yanaşmaq bugün çox faydalı olacaq. Həmkarlarla fikir ayrılıqları və rəhbərliklə mübahisələr mümkündür. Siz bunlara həddindən artıq emosional reaksiya verməyəcəksiniz və bu düzgün yanaşmadır.
çatışma olacaq. Günün saat 2-dən sonra isə vəziyyət daha əlverişli keçəcək. Əvvəllər yarımçıq qalan işləri uğurla başa çatdırmaq və sizi narahat edən məsələləri həll etmək imkanı yaranacaq. Tərəzi. Gün iş üçün əlverişlidir. Təcrübəniz və bir neçə variant arasından ən sadə və effektivini tez seçmək bacarığınız sayəsində başqalarının bacarmadığı yerdə uğur qazanacaqsınız. Bəzi tərəzilər həmkarların səhvlərini düzəltməli və ya rəhbərliyin buraxdığı boşluqları aradan qaldırmalı olacaqlar. Çətin olsa da bunun öhdəsindən gələcəksiniz. İşlə bağlı tədbirdə yaranan tanışlıq romantik münasibətin başlanğıcı ola bilər. Bu əlaqələr sürətlə inkişaf edə bilər. Amma siz emosiyalara qapılıb düşünülməmiş addımlar atmayacaqsınız. İlk görüşə gedən tərəziləri də gözlədiklərindən daha xoş bir gün gözləyir. Əqrəb. Maliyyə vəziyyətinizə xüsusi diqqət yetirin və pulla bağlı məsələlərdə son dərəcə ehtiyatlı olun. Bugün bütün praktik və maddi mövzulara ciddi yanaşma tələb olunur. Nəsə satmaq istəyirsinizsə, alıcının etibarlı olduğuna əmin olun. Böyük alış planlaşdırırsınızsa, yalnız yoxlanılmış insan və şirkətlərlə işləməyə çalışın. Ümumilikdə gün pis keçməyəcək. İşdə uğur qazanmaq əzmkarlıq və çevik düşüncə sayəsində mümkün olacaq. Günün başlanğıcında yaranan qeyri-adi ideyaları bir qədər sonra uğurla həyata keçirə biləcəksiniz və bu, müstəqil qərar verə bilən partnyorlar axtaran insanların diqqətini çəkəcək. Oxatan. Yaxınlarınızdan çox şey gözləməməyə çalışın. Ünsiyyətdə xırda çətinliklər və gərgin anlar qaçılmaz ola bilər. Ətrafınızda başqalarını manipulyasiya edərək məqsədinə çatan insanlar çox olacaq. Siz onlara qarşı dura biləcəksiniz, amma bu hamının xoşuna gəlməyəcək və sərtliyinizə görə tənqid edilə bilərsiniz. Çətin işlərin bir hissəsini təkbaşına həll etməli olacaqsınız. Başlanğıcda həvəsiniz az olsa da, ilk nəticələrcə sonra əhvalınız yüksələcək və işi yarımçıq qoymaq istəməyəcəksiniz. Bəzi oxatanlar üçün bugün əldə olunan təcrübə gələcəkdə çox dəyərli olacaq. Oğlaq. Bir çox işiniz sizə asan gələcək. Bundan istifadə edərək çoxdan planlaşdırdıqlarınızı həyata keçirmək və ya vacib işləri yekunlaşdıra bilərsiniz. Günün başlanğıcında sürətlə hərəkət etmək lazım olacaq və bu sizi yormayacaq, əksinə xoşunuza gələcək. İntuisiya uzun düşünmədən düzgün qərar verməyə kömək edəcək. İşə yanaşma tərziniz və enerjiniz rəhbərliyin və ya karyeranızdan asılı olan insanların diqqətini müsbət şəkildə cəlb edəcək. Liderlik keyfiyyətlərini göstərmək üçün də yaxşı gündür. Təkcə özü işləməyi deyil, başqalarını təşkil etməyi və məsuliyyət götürməyi bacardığınızı nümayiş etdirin. Dolça. Bugün asan günlərdən deyil, amma tam uğursuz da sayılmaz. İşdə problemlər, ailədə fikir ayrılıqları, işlərin gecikməsi mümkündür. Ancaq soyuqqanlığınızı qoruya bilsəniz, hər şeyin öhdəsindən gələcəksiniz. Mənfi emosiyalara qapılmamaq və onların təsiri altında vacib qərarlar verməmək xüsusilə önəmlidir. Bəzi hallarda bilik və təcrübəniz vəziyyəti tam anlamaq üçün kifayət etməyə bilər. Belə anlarda yalnız etibar etdiyiniz və uzun müddətli tanıdığınız insanlardan məsləhət almaq olar. Yeni tanışlar nə qədər mehriban görünərlərsə də, onların dəstəyinə tam arxalanmaq düzgün olmayacaq. Balıqlar. Xırda detallara diqqət yetirmək bacarığınız bugün sizə çox kömək edəcək. Başqalarının əhəmiyyətsiz saydığı məqamlarla ciddi məşğul olmaq, səhvlərdən qaçmağa, pis niyyətli insanların qurduğu tələlərdən kənar keçməyə və vacib bir işdə irəliləyiş əldə etməyə imkan verəcək. Ətrafdakıların verdiyi məsləhətlər, hətta yaxşı niyyətli olsa belə faydasız ola bilər. Bugün intuisiyanın verdiyi işarələr isə dəqiq olacaq və onlara qulaq asmaq sizin üçün ən doğru yol olacaq. Qarşıya çıxan hər bir tapşırığa məsuliyyətlə yanaşmaq, tələsməmək və ani qərarlardan çəkinmək sizin üçün ən doğru yol olacaq.